Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. 20 yanvar küçəsi 39 ünvandakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına görə baş verməsi dəqiqləşib. Bildirilib ki, iyunun 7-sinə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısa müddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb. Su verilişindəki qısa müddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub. Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək dünyalarını dəyişiblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş. İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə iki oğlunu huşsuz halda aşkar ediblər. Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış. Qeyd edək ki, Kamran Abıyev Nəsimi rayonu 247 sayılı orta məktəbin 7-ci sinif şagirdi olub. Əbülfəz Abıyev isə Avropa-Azərbaycan məktəbinin müəllimi imiş. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalar davam etdirilir.